Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Kadr arxası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Qonağımız Ramin Əliyevdir, Son Ümid Xalq Hərəkatının rəhbəri. Xoş gördük Ramin bəy. Xoş gördük. Dünyada son günlər, son bir ayda demək olar ki, 2026-cı il gələndən çox gərgin, qarışıq olaylar baş verir. Təbii ki, indi bu dəqiqə hamı daha çox İranın üstündə fokuslanıb. Amma mən hamının dediyi istiqamətdə yox, orada xüsusi bir xətt seçib o üzrə getmək istəyirəm. Amerika Birləşmiş Ştatlarını hazırki müharibəyə İsrail mi soxdu? Çünki son danışıqlarda, xüsusən də Omanın rəhbərliyinin Amerikadakı görüşündən belə anlaşılırdı ki, artıq razılaşma olub. Hətta Trump da bunu dilə gətirirdi. Artıq razılaşırıq, müharibə olmaq ehtimalı aşağıdır və birdən-birə gözlənilməz belə hücum oldu. Bu, İsrailin rolu varmı? Ümumiyyətlə, həm hadisələrə münasibətiniz deyin, həm də əsas burada Amerika İsrailin təsiri ilə belədir, yoxsa bu bir oyundur? Təbii ki, o bir blefdir. Hər bir dövlətin öz marağı var. Amerika siyasəti hazırda müstəqil xətt seçib özü üçün və dünyada hegemonluq eləmək yarışına giribdir və Orta Doğu projesinin həyata keçirilməsi üçün can atır. İndi bəzi politoloqlar, siyasi şərhçilər deyir ki, Epstein məsələsinə görə, Epstein dosyalarının açılmasına görə və şantajların olduğuna görə, İsrailin əlində, Masadın əlində müəyyən şantaj materialları olduğuna görə Donald Trump müharibəyə girməyə məcbur oldu. Xeyr, elə deyil. Amerika siyasəti tək Trumpdan ibarət deyil. Amerika siyasəti uzun illər müddətdə sonuncu Joe Bidenə qədər səlist, hakimiyyətə, belə deyək, hakim kürsüyə yaraşan, prezident vəzifəsindən yaraşan şəxsləri, elit şəxsləri gətirirdi. Amma gördük ki, nəticəsi istədikləri kimi olmur, xarici siyasət dişsizdir, Amerikanın mövqeyi zəifləyir və plus da ki, Çin, Rusiya artıq Amerikadan çəkinmək kimi addımlar atmır. Bir zamanlar Amerikadan istər-istəməz bütün dövlət başçıları, rəhbər elit, siyasi elitaları çəkinirdi, haradasa qorxu hissi vardı. Amma son vaxtlar Joseph Biden dönəmində bu qorxu yox idi. Rusiya açıq-aşkar faşist mövqesində dayanmışdı. Və buna görə taktikanı dəyişdilər Amerika dərin siyasəti və onlara Trump kimi bir rəhbər lazım idi ki, sadəcə ora qoysunlar, onların dediyini icra eləsinlər. Sanki Trump qol çəkir, Trump hər səlahiyyətin sahibi. Halbuki özünün öz mövqeyi bugün deyir, sabah onu dəyişirlər. Dəyişirlər. Bəli, siması Trump, belə deyək, bütün uğurlar Amerika üçün yazılacaq, uğursuzluqlar Trumpın ayağına yazılacaq. Həmişəki kimi. Həmişəki kimi. Və Trump orada alətdir. Bu, İran məsələsində də Trump təhriki olunmayıb. Bu mümkün deyil. Çünki Amerikanın bir nömrəli siyasəti var. Sadəcə burada maraqları toqquşmasıdır. Və Ukrayna məsələsinə diqqət yetirək, İran məsələsinə gəlməzdən öncə Rusiya-Ukrayna savaşında Rus elitasını, Putin administrasiyasını kəşfiyyat xidməti Allah'dır 3 gün məsələsi və 3 günə işğal edəcəyik. Əslində, Rus imperializmi öncədən başa düşmüşdü ki, Ukraynaya bunlar vaxtında girməsələr, Amerika NATO əli ilənmi və yaxud digər hər hansı yollarla mı Rusiyanın ənsəsinə qonacaq. Ona görə qabaqlayıcı tədbir gördü. Lakin ABŞ-ın özü də gözləmədən bir fürsət yarandı. ABŞ da bundan yararlandı və Rusiyanı Ukrayna bataqlığından çıxmağa qoymur və hətta iş o yerə gəlib ki, artıq danışıqlar, döyüşlər, müharibənin gedişatı danışıqlar fonunda icra olunur. Mən bugün buranı vuracam, sabah sən oranı vurarsan. Danışılmış artıq müharibəyə çevrilib. Ukrayna savaşı real savaşdan danışılmış savaşa çevrilib. Və yadınızdadırsa, bütün dönəmlərdə həm yazıram, həm efirlərdə qeyd edirəm ki, artıq Ukraynada elə bir məqam yetişib ki, Avropanın beyin mərkəzi oraya köçürüləcək və yeni Yəhudi dövlət, ya muxtariyyət formada, ya müstəqil formada. Ukraynada mı? Ukraynada bir dövlət. Amma Ramin bəy, üzr istəyirəm, sizdən başqa bunu heç kim demir. Siz neçə illərdir, hətta bu müharibə az qala başlamamışdan
Hər zaman deyirsiniz ki, Ukrayna bir Yahudi dövləti olacaq. Axı Yahudilərin vəd olmuş ərazilərinə də aid deyil Ukrayna. Bu nəyə əsasən deyirsiniz? Amerikanın müdafiə naziri, generalları istifada olan və yaxud indiki hazırki vəzifədə olan generallar, ad çəkmirəm, ümumi deyirəm. Hər biri İran savaşından bağlı çıxışlarında dini nitqlər söyləyirlər. Yəni Armagedon savaşı deyilən proses başlayıb və burada məqsədlər var. İndi Ukrayna savaşı və Ukraynada yaranacaq Yahudi dövləti niyə deyirəm? 47-ci ildə Yahudi dövləti yaranmamışdan, İsrail dövləti yaranmamışdan öncə 44-45-ci illərdə Adolf Hitlerin əlindən Almaniyanın kansleri, Almaniyanın rəhbəri tərəfindən, Alman imperiyası Yahudi, o da alət oldu və Yahudi qırğın oldu. Genosid baş verdi. Çünki getmirdilər də. O müqəddəs Sobayla deyil, Avropada, Polşada, Almaniyada kef edirik. Niyə gedək? Bəli, komfort zonasını qoyub, maliyyə qaynaqlarının başında dayanmış bir xalq niyə Səhranın çölünə getsin? Və buna görə də razılaşdıq məsələsində Yəhudilər, düzdür 6 milyon Yəhudi qırılmadı orada. 1 milyona yaxın Yəhudi qətlə yetirilibdi. Sadəcə Yəhudilər... Bu da ciddi iddiada. Əlbəttə, yəni tarixi arxivləri araşdırsaq görərik ki, 6 milyon Yəhudi qırılmayıb. Bu bir. İkincisi, orada Almaniyanın təzminatı sövq elədilər ki, inandırıcı görünsün, bunun oyun olmadığını. Bugün yalan oyunlar gerçəkdən daha gerçək görünür. Prosesi elə profesional idarə edirlər ki, insanlar, hətta dərin düşüncəli insanlar belə onun yalan olduğunu qəti inanmaq istəmirlər. Beyin qəbul eləmir. İndiki texnologiyada da ümumiyyətlə ört-bas. Bizlərə göndərdikləri, icazə verdikləri süni intellekt zəifdir. İndi efirə qoyduğum. Həmişə hökumət xalqlar bir addım öndədir. Amma onlar 30 il, 40 il öndədirlər. Çox inandırıcı. Hökumətlərin idarə etmə strukturlarının əlində olan texnologiyalar həmişə xalqdan 1-2 addım öndə olur. Yəni xalq ona çatanda hökumət artıq yenisini gətirir. Və ondan sonra icazə verir, buraxılır. Hə, o Yahudi dövləti. Yahudi dövləti ümumiyyətlə və bu proses başladı Fələstin torpaqları və vəd olunmuş torpaqlar deyə o ərazilər və vəd olunmuş torpaq niyə deyildi? Çünki Yahudiləri ora alışdırmaq lazım idi. İnsanları dini yolla idarə eləmək lazım idi və Yahudilər inandırdılar ki, siyonist rejim inandırdı ki, bura sizin dədə-baba, ata-baba torpağınız və bağlılıq yaratdı. Bir ucu da Türkiyəyə qədər gəlir. İndi ahit sandığının tapılacağı yer və s. Anadolu hissə, bu kimi şeylər, Ayasofyanın alt hissəsi tunel olması miflərdə. Bir də o Yahudi bayrağının iki xət, biri Dəciladı, biri Fərad. İkisinin arasında nə qədər dövlətlər var? O hamısı bizimdir. Dəcilə ilə Fərad arasında bir 3 milyon kvadrat kilometr ərazi mövcuddur. Dənizdən dənizə. Amma indi mən də deyirəm ki, Ukrayna o Dəcilə Fərad arasında deyil də. Bəs niyə burada? İndi məsələnin Odessada Yahudilər çoxdur, bilirəm. Məsələnin niyəsini deyək. Necə ki, Yahudi milyarderləri zamanında Osmanlıdan Qüdsü istəmişdilər, bir ovuc torpaq istəmişdilər və bunlar düşünürdülər ki, səhranın ortasında heç kim bunlarla işləri olmayacaq. Yeni bir dövlət quracaqlar, gözəl bir çiçəklənmə olacaq və bunların vahid mərkəzi olacaq. Amma onlar oranı özləri üçün dövlətə çevirdikdən sonra gördülər ki, ancaq bu günə qədər qanqada qətliamlar, müharibələr və siyonist rejim həqiqətən nə iqtisadi cəhətdən artıq itkiyə getmək fikri yoxdur, nə zaman cəhətdən itki vermək fikri yoxdur, yorğunçuluq var. Nəsə bir şeyə ehtiyac var. Yenilənməyə ehtiyac var. Bəli, yenilənməyə ehtiyac olduğuna görə də və plus da ki, İsrail dövlətinin ətrafı ancaq ərəb dövlətlərinin müsəlman coğrafiyasından əhatə olunur. Bu boyda %11 ərəb dövlətindən savaşdı, 3 dəfə müharibədən qalib çıxdı. Həm də bilmək olmur, sabah ərəb dünyasında da bir şey olar, yenilənmə ola bilər və zamana qarşı addım atar, yeni bir beyin mərkəzi yaranar və müsəlman dünyasının qarşısında dayanma olmaz. Bu baxımdan Yahudilərin həqiqətən təhlükəsizliyini təmin etmək üçün və digər bir məsələ də odur ki, Avropada 3 imperiya var. Fransa, Almaniya, İngiltərə. İngiltərə. Hələ ki, indi İtalyanları saymayaq, İtalyanlar çox uzaqdadır. Mövcud vəziyyətə uyğun. Və Fransa Böyük Britaniya ilə düşməndir.
Almaniya Böyük Britaniyanın düşmənidir. Eyni zamanda üçü bir-birindən düşməndirlər. Fransa ilə Və Fransanı da necə Afrikada sıxışdırdılar, əvəzində türklər ora gəldi, Çinlilər ora sərmayələri qoydu. Bu da bir siyasi qol xətt qanatdır. Və Fransanı məcburi geri addım atmağa sövq elədilər və Azərbaycan Böyük Britaniyanın siyasi kurasiyasında siyasi sistemə yaxın olduğuna görə fikir verin, Azərbaycan Fransada Yeni Kaledoniya dövləti məsələsi ortaya çıxdı, gündəmə gəldi. Bu da elə belə deyildi. Bu bir planın tərkib hissəsidir, xırda bir. Azərbaycan artıq vasitəçi rolunu məharətlə icra edir. Artıq Azərbaycan xırda dövlət kimi yox, xarici siyasətdə önəmli fiqurlardan birinə çevrilməkdədir Azərbaycan hakimiyyəti. Baxmayaraq ki, ölkə daxilində problemlər az deyil. Məsələnin həqiqi məqsədi Böyük Britaniyanın planına əsasən Almaniya və Fransa imperiyasının hər an inkişaf eləyə biləcəyindən və plus da İtaliyanın önə keçə biləcəyindən Roma imperiyasının varisləridir. Və ayağa qalxınma olacağından ehtiyat edərək oraya yeni bəkçi qoyurlar. Ukraynanın fikir verin, Odessa, Qaradəniz hövzəsində nə qədər yəhudi yaşayır? 130 min kvadrat kilometr ərazi, orada 110 min kvadrat kilometrdə Donbas, Lugansk, Donetsk bu istiqamətdə yəhudi icmaları, mərkəzləri doludur. Dünyada ən çox yəhudilərin cəmləşdiyi 10 ölkədən biridir. Bəlkə də ilk 5-likdədir. Və bu baxımdan həm Ukrayna münbit torpaqları bunlar üçün yaşam tərzi, komfortu yenidən bərpa edir, həm Avropanın mərkəzidir, qoca qitə, oradan idarə etmək asandır. Həm də Böyük Britaniyanın işbirliyinə daha asan girə biləcəklər. Uzaq məsafə olmayacaqdır. Baxmayaraq ki, indi bugün ABŞ siyasi xətti ilə Böyük Britaniya siyasi xətti toqquşma halındadır, fikirləri haçalaşır. Amma sonunda nəticədə düşmənləri eynidir. Və digər bir tərəfdən, Ukraynada yəhudi dövlətin yaradılmasının ayaq səsləri hələ 2014-də ortalığa çıxmışdı. Krımın ilhaqı zamanı. Bəli, orada Zelenskinin yəhudi əsilli olması, oraya gətirilməsi və digər Patagoniya ərazisi var Argentinada. Məsələn, yəhudilərin 3 ərazidə yaşamaq iddiası var. Yaxın şərqdə Argentinaya yaxın Patagoniya ərazisi var. Orada meşə yanğınları oldu, böyük 5 milyon kvadrat kilometr ərazinə əhatə edir. Bir neçə dövlətin Latin Amerikada İsraildən də qat-qat böyük ərazilərdə kompakt yaşayırlar onsuz da. Bəli, ən çox da Argentinada cəmləşirlər. Argentinada da belə Argentinanın həmin ərazisi 300 min kvadrat kilometr əraziyə daxildir da. Yəni burada yəhudilərin daha rahat yaşadığı ölkələrdən biridir. Və bir də Ukrayna. İndi Rusiya savaşı da oldu. Deməli burada bir məqsəd var və Patagoniya ərazisində o ərazidə onların Argentina qanunvericiliyində xüsusi bir maddə var ki, o ərazi heç kimə tabe deyil. Onlar özləri müstəqil də ola bilərlər. Hansı dövlətin tərkibinə də keçə bilərlər. Satıla da bilər həmin ərazi. Satın alına da bilər. Yəni oranı da dövlət. Amma ən yaxşı variant kimi hələlik Avropa variantının üzərində dayanıb. Əhalinin də yəqin bu qədər 10 milyondan da çox qaçqının keçməsi, Ukraynanın boşaldılması ona xidmət edir. Bəli. Bəs amma indi deyir, hətta Xəzər xüryasında olanlar da var ki, Xəzər türkləri olub, yəhudilər olub, gəlib bu Xəzərə qədər, Abşeron yarımadasına qədər xəyal edən yəhudilər var, belə bir tendensiyalar var. Yəhudilər deyil amma onlar. o qədər olsun da, yəni İsraillə adı bazı. Siyonistlər də olar. Siyonist də olsun da, yəni siyonistlər. Fikir babaları, belə deyək. Fikir babası yaradır, deyil hər şey. Yəni o qədər yəhudi varmı ki, dünyada 22 milyon yəhudi var. 22 milyon yəhudi o qədər yerə amma yerləşərmi? Amma hazırda 8 milyon yəhudi İsraildə yaşayır. 22 min kvadrat kilometr ərazi üçün 8 milyon yəhudi sıxlıqdır. Sıxlıq, çox sıxlıq. Və onlara öz vətəni yetmir. Çünki yəni o həm də ki ata-baba torpaqlarını dini nöqteyi nəzərdən bağlanıblar ora. Avropanı idarə etmək üçün necə ki yaxın şərqdə İsraili yaratdılar, ABŞ və ona yaxın siyasi çevrələr o yaxın şərqi, Orta Doğunu idarə etmək üçün, o nəzarətdə saxlamaq üçün yeni bir plagiat dövlət yaradılacaq. Və burada Ukrayna-Rusiya savaşı ləngidilir. Sanki Orta Doğuya əl gəzdirib Çinin qarşısını almaq və s. kimi planlar həyata keçirdikdən sonra orayla xüsusi məşğul olacaqlar. Və
hesabladılar ki, Ukraynada 500 milyar dollar Ukrayna bərpasına pul lazımdır. Bunun da 85%-ni Yahudi milyarderlər özlərinə götürüb. Niyə? Bunlar heç nəyə bəssiz yerə itməzlər. Digər bir tərəfdən, artıq yeni dünyanın şəkilləndirilməsi deyəndə bunlar Latın Amerikasını, Afrika qitəsini və s. nəzərdə tuturlar. Elə Avrasiya qitəsini nəzərdə tuturlar. Avropa xaric. Ən münbit yeri, ən çox sərvətə malik ərazilər, coğrafi ərazilər. Sualım da olacaq, hə. Və İrana zamanla deyirdim ki, İran parçalanması görünmür. Həqiqətən mən onu görmürəm. Əgər Orta Doğu Kürd projesi tarixdə 3-cü dəfədə artıq ortaya atılıb. 2 dəfə ortaya atıldı və Kürdlər də özü başa düşmüşdülər ki, bunlara dövlət vermək deyil maraqlar. Bunlar sadəcə əldə maşa eləməkdir. Amma yenə də oyundadır. Hə, yenə də oyundadır. Müstəqillik istəyirlər. Amma ola bilər ki, İsrail əgər yaxın şərqdən Ukraynaya köç eləyərsə, yeni bir dövlətə köç, daha rahat yeri getsə, burada Kürd, axı ora nəzarətsiz qalacaq. Kürd dövləti yaradılsın, Kürdlərin əli ilə bu sionist rejim bu ərazilərə nəzarət eləsin. İsrail marağındadır, onsuz da Kürd dövləti. Elə ən çox da bax Netanyahunun özü canfəşanlıq edir bunun üçün. Yox, Rahman bəy, başqa bir məsələ ilə bağlı fikrimi soruşmaq istəyirdim. Bütün bu deyirsiniz də, bu yahudilər hamısı yığılıb bir yerə və bu dünyanın alt qatlarında işləyənlər var. Mənim üçün maraqlıdır. Yahudilər aydın görünən odur ki, bəlkə səhv desəm deyirsiniz, Anglo-Sakslarla Yahudilərin qarşı-qarşıyadır, rəqibdirlər. Bəs Çin hansı tərəfdədir? Çin, bəzən deyirlər, Çin Yahudi, bir də Anglo-Sakslarla Rus da ayrıca bir tərəfdir də. Burada yəni Yahudilərin Çinlə münasibəti, onlar işbirliyindədir, yoxsa necədir? Yoxsa Rusiya ilə? Rusiya da Yahudilərin idarəsindədir əslində. Yox, ümumiyyətlə, Çin hazırda bu iki tərəfin qarşı-qarşıya gəlməsində Böyük Britaniyanın siyasi xəttindədir. Anglo-Sakslan tərəfindədir. Bəli. Onda Yahudilər onsuz da rəqibdir, aydın. Hə, Böyük Britaniya xəttindədir və fikir verin, yenə keçmişə qayıdaq, Pakistan-Hindistan savaşında, 3 günlük savaşda Çin silahları əsas rol oynadı. Həlledici məqamda. Və İsrail Pakistan tərəfdən. Bəli, İsrail və ABŞ sanki ehtiyatını götürdü. Və indi İrana girməkdə məqsəd tək İranda hakim rejimi ləğv eləmək deyil, Çini o müharibəyə cəlb eləməkdir. Və gücünü yoxlamaq. Gücünü yoxlamaq və silahların keyfiyyətini yoxlamaq. Çinə bələd olmaq istəyir. Və Çin iqtidarı da hazırda çox ağıllı addım atır. Sirli qutu funksiyasını hələ də qorumuş olur və bürüzə vermir. Çin sanki qapanmış bir, belə deyək, möcüzə ola biləcək, hər an sürpriz olacaq bir rolu oynayır ki, yəni mən daha güclüyəm, amma gücümü heç kim bilməməlidir. Bu vəziyyətdir və İrana müdaxilədən öncə Narendra Modi, Hindistanın baş naziri, gəldi İsrailə, düzdür, orada İsraildə parlamentdə buna etiraz edir, Knessetdə etiraz edənlər oldu, amma dini ayinlər oldu və burada məqsəd nədir? Əhalisi Çinin əhalisindən çoxdur hazırda, insan kapitalı və gələcəkdə inkişaf etmə potensialı daha yüksək Hindistan olduğuna görə bazarına girməkdir, bəsdir də elə. Hindistanı bəli, bazar kimi də önəmli rol oynayır. Həm də ki, insan ehtiyatı, insan canlı qüvvə ehtiyatı hər tərəfli sərf elədiyinə görə. Məqsədləri odur ki, Çin birbaşa ABŞ-la döyüşməsin, İsraillə döyüşməsin, haransa poligon eləməsin. Hindistanla qarşılaşdırılsın. Ona görə sürətlə, məsələn, Hindistanın Pakistanla 3 günlük toqquşmasından sonra bu hava hücumundan müdafiə sistemləri, raket kompleksləri və s. yenilənməyə gedir və İsraillə tərəfdaşlığa əməkdaşlıq olunur. Və İsraildən ən böyük silah alan, ithal edən dövlətdir. Və bu əbəs yerə deyil ki, Çin, faktiki Çinin qarşısında bir onu da qeyd edim ki, 2-3 il bundan qabaq Turan layihəsi ortaya atılmışdı. Erdoğan, İstanbul görüşü və s. Azərbaycanda Türk Dövlətləri Birliyi və s. Amma plan təxirə düşdü. Görünən o təxirə düşdü və hesablayırlar. Deməzdim, amma bu müvəqqəti müharibəyə görə təbii ki, müvəqqəti təxirə düşdü, arxa plana keçdi. Səbəb nədir? Turan layihəsi
daha çox sərmayə tələb eləyirdi, kapital tələb eləyirdi. Nə barədə? Ordu barədə. Həm ordunun qurulması, həm infrastrukturların genişləndirilməsi, inkişaf elətdirilməsi. Amma faktiki olaraq Hindistanda bu günləri həm ucuz işçi qüvvəsi var, həm potensial daha yüksəkdir, həm sərvətləri var. Öz sərvətini özünə inkişaf elətdirib istifadə eləmək və az maya ilə yüksək səviyyədə gəlir əldə etmək və digər tərəfdən də qonşu düşmən dövlətləri neytrallaşdırmaq üçün yenə deyirəm o insani gücdən istifadə eləmək. Daha çox texnologiyanı məsələn biraz modernizə eləməklə Hindistanın insan kapitalını tükətmək də daha asaddır. Məsələn, məqsəd nədir? İnsanların sayını azaltmaqdır. Ən çox da 4 milyarda yaxın əhali elə Orta Asiya, Mərkəzi Asiyadadır. Və hər tərəfli plan işləyir. Və indi gələk Azərbaycana İran tərəfindən dronun atılması. İndi bilirsiniz ki, İran hakim rejimində Sepah var, bəsiz qüvvələri var və hökumət ayrıdır. Yəni rəsmi dövlət Xarici İşlər Nazirliyi Araqçının dediyi kimi atmayıb da, düzdür? Bəli, dedi təxribatdır. Atmayıb İsrailin üzərinə atdılar ki, bu təxribatdır bizə. Amma Sepahın Telegram kanalları bəyan elədi ki, biz vurmuşuq və hələ bu başlanğıcdır. Və mən də həmin gün bir yazı yazdım ki, yaxın 3 gün ərzində bu gecədə daxil olmaqla Bakı vurularsa Azərbaycan müharibəyə qoşulacaq. Vurulmazsa, baxmayaraq ki, Prezident İlham Əliyev müharibə anonsu verdi. Baxmayaraq ki, indi cavabı veriləcək bir nömrəli hazırlıq müharibə hazırlığı. Hazırlıq vəziyyəti də bir nömrəli hazırlıq vəziyyəti, müharibə hazırlıq vəziyyəti. Əl tətikdə gözlənilir. Amma Azərbaycanın o müharibəyə daxil olması düzdür. Arzu olunmazdı. Gözlənilən, hələ ki demək olar ki, gözlənti varsa da az faizlə var. Digər bir tərəfdən də Siyonist rejim, ABŞ, fikir verin, Ermənistanda ABŞ bazası var. Sübut olunmuyor baxın. Yox, rəsmi şəkildə var. Son illərdə. 2000-dən çox ABŞ əskəri var. Əskər kimi var. Lakin İran dron atmadı, raket atmadı. Niyə məhz Ermənistan? Rusa dəyərdə deyir yəqin. Digər bir tərəfdən Rusiya nə Qarabağ məsələsində tam qarışdı, elə bir ki, üzünü çevirdi, görməmişəm. Və ABŞ-la Azərbaycanın tərəfdaşlıq müqavilələrinə göz yumdu. Sadəcə Mariya Zaxarova dövlət səviyyəsində bir-iki kəlmə dedi. Dmitri Medvedev və s. müxalif mövqedə yüngülvari dayandılar. Azərbaycan konsulluğu və s. indi Elçin Şıxlıya 20 il həbs cəzası verdilər. Bunlar hamısı indi 20 il qalası deyil orada. Məlum məsələdir. Bu oyunlardır. Yəni təbii görünmək üçün oyunlardır. Amma pərdə arxasında hansı razılaşmalar olub? İndi ola bilər ki, Qarabağ alındı, son 200 ildə torpaq almağı bacardıq. Ola bilər ki, Təbriz, Cənubi Azərbaycan, Ərdəbil arzusu gerçəkləşər. Bu da ola bilər, bu variantlardan biridir. Və tarixə keçmək uğrunda savaş gedər. Belə şey olarsa təbii. Bu taktiki gedişlər də olar. Bundan qabaqki verilişlərimizdə də qeyd eləmişdim ki, Azərbaycan hakimiyyətini dalana dirəmək, şantaj eləmək, bu video materiallar və s. digər məsələlər, bunların hamısı buna hesablanmışdı ki, Azərbaycan birbaşa müharibəyə girsin. Təbii ki, girmədi. İrana müdaxilə başlayanda elə birinci İlham Əliyev İran səfirinə getdi, baş sağlığı verdi. Elə dünən də onu deyirdi ki, bir ölkənin başçısını göstərin, girsin, gedib baş sağlığı. Görünən odur ki, münasibətlər də pis deyil. Çünki Xarici İşlər Nazirinin müavininin kömək üçün zəng elədiyini də dedi ki, Livandan Siriya... Pezeşkiyan İlham Əliyevlə danışıb. Yəni, görünən tərəf odur ki, Azərbaycan hakimiyyəti bu məsələdə çox ehtiyatlı davranır. Amma kimi ehtiyatlı davranmır ki, hamı ehtiyatlı İsrail hökuməti yox, regiondan gedir. Türkiyədə, Yergəndə, Bəhreyndə... Ən yaxın hazırda bizik də. Yəni, çünki bizim yarımız o taydadır. İndi Türkiyə müsəlman dövləti kimi, hər mənada bizik, yəni, daha iynə üzərində dayanan. Və Yəhudi sistemi də çalışır ki, Azərbaycan artıq tərəfini seçsin. Konkret tərəf seçsin. Və Kürdlərin ayaqlanması baş verərsə, belə deyək, indi Kürd qüvvələrini xahiş edib, silahlandırıb İran istiqamətinə, qara yoluna keçirirlər.
Orada kürdlərin ayaqlanması baş verdikdə, təbii ki, ən böyük nüfusa sahib Azərbaycan türkləri var. Orada da Azərbaycan türkləri ayaqlananda bunun koordinasiya mərkəzi məlum olmalıdır. Kim idarə edir? Təbii ki, Şimal. Şimal ya Bu Türkiyə. öhdəlik üzərimizə daha çox düşə bilər. Və İranın qonşu dövlətlərə raket və s. atması o bazı məsələlərlə bağlıdır. Amma sonucu nə ola bilər? İranın bölünməsi üzərindən oyun oynanırlar və İran hakimiyyətinin içində hansısa bir qruplaşma, güclü qruplaşma ilə sövdələşməyə gedirlər. Sözün həqiqi mənasında. Belə bir variant da ola bilər, ehtimal da ola bilər ki, Sepahın içində Ruhullah Xameneyinin qurduğu sistem, Xameneyinin davam elədiyi sistem və indi də hazırda başsız qalan sistemin içində bir qruplaşma olar ki, onlarla müəyyən razılaşmaya gedir. Çünki Rza Pəhləvi ortalığa atıldı, oynanıldı və s. və s. Ardınca Pezeşkan üzərində Amerika istəsə də İsrail qəti şəkildə istəmədi və Trump zaman-zaman dedi ki, orada ayaqlanma olsa da hansısa bir qrupun və yaxud siyasi şəxsin ortaya çıxmağının məqamını gözləyir ki, ona dəstək verək. Və bu gün də, daha doğrusu dünən də Trump daha bir açıqlama verdi ki, qəti şəkildə Xameneyinin oğlunun seçilməsinə razılıq verir. Mən istədiyim adam olmalıdır. Biz istəyən olmalıdır. Biz istəyən adam olmalıdır. Yəni. Hə, ələ baxımlı. Və məsələlər o ola bilər ki, İranla, həmin o qrupla gizli danışıqlara gedilər ki, onsuz da ki, vəziyyət budur. Bir tərəfdən də ərəb ölkələrini qorxudaq, müharibə anonslarından qorxudaq və ərəb ölkələrinin ehtiyat kapitallarını, milyardlarını alaq əlindən və daha da zəif. Axı, ərəb ölkələri də çox pullanıbdır, potensial təhlükədir. İndi baxmayaraq ki, indi Səudiyyə Ərəbistan və Qətər, Bəhreyn və digər Bəhreyn də var, bəli. İsrail ABŞ cütlüyünə razılaşsa da, amma zamanı məqamı gözləyə bilərlər ki, pulu məsələn həmin qüvvəyə versinlər, keçsinlər, tərəfkeşlik eləsinlər və s. Pul önəmli, maliyyə önəmli rol oynayır. Bu baxımdan maliyyəsizləşdirmə siyasəti də yürüdülə bilər bu müharibənin içindəki ərəb dövlətlərini müflisləşdirsinlər, əlaqələrini, güclərini kəssinlər. Bu müharibənin İran savaşının bir deyil, bir neçə məqsədə xidmət elədiyi görünən tərəf. Ümumiyyətlə, son zamanlar hansı o olay, proses baş versə, hamı orada öz oyununu ora qoşa bilir. Əvvəl belə deyildi. Fikir verin. Və orada Əfqanistan da yer gəndə oradan nəsə götürür. Uzaq Amerikada, bəlkə də Maduronun davamçıları da. Maduro məsələsi də bir onsuz da ki, hesablanmış məsələdir. Razılaşma idi. Maduro sevinə-sevinə gedirdi. Diqqət edin, bu müharibələr, bu İrana müdaxilə baş verməmişdən öncə hamı aylar idi ki, İrana hücum olacaq, hamı onun üstündə dayanmışdı. Qəfil Pakistan, Əfqanistan savaşı baş verdi, toqquşması baş verdi. Durant xətti üzərində. Çində bir kəmər, bir yol layihəsi, xəritə hardan keçir? Həmin o xəttdən, Durant xəttindən keçir. Və Pakistan Çinlə müttəfiqdirmi? Bəli. Əfqanistan Hindistanın forpostu da demək olar. Hə, forpostudur. Əfqanistanda Talibanı hakimiyyətə kim gətirdi? ABŞ. O qədər milyardlarla həcmi olan ən müasir silah və texnologiyanı buraxdılar, Talibana qəfil çıxdılar. Nədir? Gələcəyə zəmin yaratmaq, Təhlükəmən bəy. Və qarşısını almaq üçün Talibanın silahlı birləşmələrindən istifadə olunacaqdır. Və Pakistan orada öz gücünü göstərdi. Əfqanları dedilər, bu müqəddəs ayda, nə bilim, indi İslam tərəfdən, yəni dini tərəfdən. Amma həqiqət odur ki, Talibanı geri otuzdurdu. Taliban qruplaşması ağ bayraq qaldırdı və Pakistan gücünü göstərdi. ABŞ da başa düşdü ki, həqiqətən Pakistan bir gücdür orada. Və Çin bir daha əmin oldu ki, Pakistan sözündən dönəsi deyil. İndi Çini sıxışdırmaq, indi İran məsələsində Çini oyuna qatmağa hər variantla çalışırlar. Hətta görün vəziyyət nə yerə gəlib ki, Avropanı qoruyacaq sonuncu tramplin mövqeyində dayanan Türkiyə, Çindən. Türkiyəni belə İrana savaşa soxmaq üçün yeni raket atılır. Bunu deyirlər ki, İran tərəfindən atılır. Birincisi,
İncirlik bazası olsa da İran o riskə gedib Türkiyə onu atmaz. Ən azından NATO dövlətidir. İkincisi, İslami cəhətdən, İslami dini nöqteyi nəzərdən İslam dünyasına hücum kimi dəyərləndirək, haçalanmalar olar da. Yəni şiələrə qarşı nifrət yaranar. Üçüncü də ki, onlar Yunan Kiprinə vururdular. Orada Böyük Britaniya bazası var. Əslində orada Böyük Britaniya bazasını hədəfləmir İran. İranın hədəfi tam başqadır. Orada güc göstərir ki, bu məsafədən oranı da vurmağı bacarırıq. Getdikcə artıra da bilərik. Artıra da bilərik. Yəni raketlərin uçuş məsafəsi, dəqiqlik məsafəsi, dəqiqliyi o güc göstərisidir ki, yəni hər şey bizdə yerin altındadır. Onsuz da ki, üstünü inkişaf elətdirmək gücündə deyilik. Digər bir tərəfdən də görünən odur ki, Türkiyəli siyasətçilər və s. hərdən özümüz də yazırıq ki, İrandan sonra növbə Türkiyədədir. Mən demirəm. İndi yazılır. Bəzən məqamlarda yazılır ki, Türkiyədir, Türkiyə belə, Türkiyə növbəti İrandır. İndi İsraildən bleflər söylənilir. Amma bu nəyə hesablanıb? Türk xalqının axı Rəcəb Tayyip Ərdoğanın xalq arasında nüfuz enmişdi. Yenidən fikir verin, sorğular keçirlər. Rəcəb Tayyip Ərdoğan deyirlər. Xalq artıq bir qism yenidən aclıq da olsa, iqtisadiyyat çöksə də, inflyasiya yüksək səviyyədə, hər gün zam gəlsə də, artıq yerli xalq türkçülükdən daha çox İslamçılığa doğru yönəlib. İdeologiya dəyişib demək olar ki. Və ya Ərdoğanın, ya Ərdoğanın komandasının seçilməsi üçün zəmin yaradırlar. Bu bir. İkinci tərəfdən də, əgər Ərdoğanın özü və yaxud komandası hakimiyyətdə qalsa, yaxın şərqin idarə etməsi qısa zamanda İsraillə müştərək formada Yahudilərin Ukraynaya köçü başlayana qədər orada Türkiyə nizam-intizam sahibi olacaq. Bir şey dedim, indi deyəsin, belə deyirlər. İndi çox görürük, az qala hər gün görürük ki, növbə Türkiyəndə. Hətta Ərdoğan özü çıxışında da dedi növbə. Blefdir. Növbə İrandan sonra bizi nəzərdə, yoxsa Fələstindən sonra bizi nəzərdə tuturlar deyirdi. Amma arada İran oldu. Amma bu Amerika, ümumiyyətlə indi bu müharibələrin müəllifləri, rejissorları olanlar sanki həmişə sağ göstərib solla vururlar. Biz İranı düşündüyümüz halda qəfildən getdi, Maduron götürdü. İndi də məsələn deyək Kuba. İrandan sonra İran hakimiyyəti təslim olan kimi artıq Kuba başlayacaq. Mən yenə də düşünürəm ki, Kuba deyil, bəlkə də qəfil Qrenlandiyanı götürəcəklər. Və də ağla gəlməyən bir şeyləri, bir ölkə ola bilər o, tamam, Panama ola bilər məsələn, amma bəzən dedikləri olmur. Yəni bu arzu şəkildə nəyə nail olmaq istəyirlər? Çinin qarşısını almaq üçündür məqsəd. Yenə deyirəm, Çinin ən çox ucuz neft aldığı Venezuela idi. Venezuela nefti idi. Ucuz enerji. Ilə İranda. Sonra da İran idi. Bir qollarını kəsirlər Çinin. Yəni Çində boş dururmu? Təbii ki, boş durmur. İndi ABŞ siyasi xətti düşündü ki, Çinin qarşısını məsələn belə götürək. Ən yaxın tariximizdə bu pandemiya dönəmi düşdü. Pandemiyadan hamı zərərlə çıxdı. Çin iqtisadiyyatı 2 trilyon qazançla çıxdı. Halbuki pandemiya oradan qaynaqlanmışdı. Bəli. Ən çox zərər ora dəyməli idi. Fikirləşdilər ki, bu hansı tərəfə hesablanır? Çin qazançlı çıxır. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Yaşıl enerji üzərində, enerji qaynaqları üzərində dayandılar. Ki, aha, Çinin ən zəif nöqtəsi buradır. Və hazırda onu davam edir. İndiyə qədər Joseph Biden, ondan qabaq Obama, Bush, belə götürək, ata və oğul Bush'u götürək, heç Trumpdan o qədər də geri qalmırlar. Müharibə cəhətdən, müharibə yönlü siyasət cəhətdən. Onların dönəmində bunu eləyə bilməzdilər. Həmin dönəmdə Çin bu səviyyədəki Çin deyildi. Və dünyanın başı qarışdı bir-birinə, İraqa, Suriyaya, ora-bura boşluq yarandı. O Çin o boşluqdan istifadə elədi, inkişaf elədi. Bəs Trump təzə gələndə onu deyirdi də. Deyir, başımız qarışdı yaxın şərqə, başımızı qatdılar. 7 trilyondan çox pul xərclədik. Bir də gördük ki, böyrümüzdə güclü bir Çin. 13 trilyon borcumuz olan Çin artıq super güc səviyyəsinə gəlibdi, kükrəyibdi. Və yaxın şərqdə məsələləri aydın oldu. Bu yaxında Almaniyanın kansleri, yeni kansleri Olaf Scholz idi, səhv edirəm. Scholz.
Çinə səfər eləyəndə orada süni intellektlə robotların nümayişi göstərildi. Bu nə deməkdir? Bir beyin mərkəzinə digər yeni beyin mərkəzinin gücü nümayişi idi. Kansler də belə diqqətlə baxırdı və beyindən nələr keçir. Yəni Avropa həm indi orada iki qüvvə var. ABŞ-a xidmət edən qüvvələr, bir də Böyük Britaniyaya xidmət edən İngilis xətti. Hər iki tərəfə mesaj idi bu. Yəni Çini elə belə bilməyin. İndi necə deyirlər, Çin mal deyəndə elə bilir ki, ən keyfiyyətsiz maldır, amma 3 çeşiddə qara bazar üçün də buraxırlar, orta səviyyəli inkişaf etmək olan ölkə və ali səviyyəli. Yəni Çinin iynədən sapa, iynədən təyyarəyə hər şeyi var artıq. Texnologiyası inkişaf edib və bu gün bunun qarşısını almaq üçün artıq ABŞ itkilərə getməyə belə hazırdır. Çünki deyir, eləməsək 2035-ə qədər bizi keçəcək. Amma bir məsələ də var ki, Azərbaycan hakimiyyəti üçün bir xüsusi məsələni vurğulayıram ki, Tramp hakimiyyəti o qədər də güvənilir deyil. İrandan sonra müəyyən məqamlar ola bilər ki, yeni sirkələmə xətti yaranar. Hələ ki, bu 3 ildə Tramp hakimiyyətdədirsə, indi Azərbaycanda yəqin nəyəsə güvənir də, alternativi də ola bilər hər halda, bilmirik. Cəfər Dudayevin bir gözəl misal var da, Allah ona rəhmət eləsin. Deyirdi, Rusiya ilə bağlanan müqavilə suya yazılmış müqavilə, suya yazılmış kimidir. İndi elə sionist rejimlə də, ABŞ-la da eyni xəttdir. Yəni çox da güvənmək lazım deyil. Güvən və dominantlıq. Kimə güvənsin? Niyə Çinlə də aramız yaxşıdır da? Çin belə bir nüansa toxunaq. Türkiyədə prezident seçkiləri dönəmi olanda Kılıçdaroğlu'nun əldə bir də xəritə verdilər, çıxdı. Onsuz da dedilər, udacaqsan, udası deyilsən, çıx bunu bir manşet elə. O xəritədə nə göstərilmişdi? Zəngəzuru ləğv elədi. Həmin tranzit xətt heç Zəngəzurdan keçmirdi. Keçmirdi. Yəni o Çinin planının qarşısını almaq üçün yeni xətt dikdi. İndi bax, o xəttin savaşı gedir. Avropaya birbaşa. Sabahları, yəni İranın hakim rejimi çökdükdən sonra Ermənistana 500 milyon dollarlıq süni intellektin inkişafı üçün pul ayrıldı. Əbəs yerə ayrılmalıdır ki. Plandır. Növbət o planın davamıdır. Yəni sən ona kimi Ermənistan inkişaf elə hər tərəfli mövcud situasiyaya uyğun gün tələbinə cavab verəcək modern lokasiya sistemi qur, elektronika sistemi qur. Biz bu planı həyata keçirəcək. Sənin üzərindən, sənin torpağın üzərindən istifadə edəcək. Qazanc da sənin olacaq. Heç Gürcistan da olmayacaq. Güney Azərbaycandan da ona görə keçməsini istəmirlər ki, gələcək Güney Azərbaycan. Güclənməsin. Kürt bölgəsi eləsinlər, ümumiyyətlə də çox tamamilə doğrudur. Və bugün həmin o bir kəmər bir yol layihəsi, İpək yol layihəsi və s. Çinin projelərinin hamısının üstündə xətt çəkib, öz projelerini həyata keçirmək üçün. O projenin də əsas məqsədi tranzitləri nəzarətdə saxlamaq və Ermənistan üzərindən Avropaya əlaqə saxlamaq, yəni xətt açmaq. Və bunu da bacaracaqlarını düşünürəm. Çin qıraqda mı qalacaq deyirsiniz? Çin kənarda qalmağı... Mən əksini düşünürəm. Elə Zəngəzur dəhlizi Çinə Çinin kənarda qalacağını düşünmürəm, amma Çin hazırda yaxın 10 il ərzində müharibələrdən özünü qoruya bilsə, 10 ildən sonra sözün həqiqi mənasında dünyanın ağası Çin olacaq. Çox sağ olun. Ramin bəy, bəli, dəyərli dostlar, qarışıq dünyamızdan bir xətt götürdük. Ona bilgimiz səviyyəsində, dünya görüşümüz səviyyəsində izah verməyə çalışdıq. Düşünürəm ki, müəyyən mesajlar ala bildiniz. Qonağımız Ramin Əliyev idi, Son Ümid Xalq Hərəkatının rəhbəri. Sağ olun, var olun, kadr arxasından çəkinməyin.